Mənim aləmimdə indiki gənclər əsasən xəbərlərə qulaq asmalıdır. Xəbərlərə qulaq asırlar, çoxlu informasiyalar olar. Həm ölkələri tanıyarlar, həm bizim daxilimizdə nələr gedir, onu bilərlər. Məlumatları olar. Hər tərəfli məlumatları olar. Ona görə də xəbərlərə qulaq assınlar. Və bəs keçmiş bizim tamaşalar, filmlər, Hə, onlar da məsləhət görürsünüz? onlarla məsləhət görürəm əlbəttə ki, çünki doğru yazılan, ürəyi oynadan, sinirlərə toxunan tamaşalarımız var. Qəşəng ədəbi, qəşəng bədii verilişlərimiz var. Mənim yadıma gəlir. Fonddadırlar. Bəli. Onların çoxusu fonddadır. Təbii Mən ki. bir dəfə Əziz İskəndərov rəhmətli kinostudiya dublyajlar eləyirdim. Çağırdı məni yanına. Bir dənə də zala apardı məni. Orada bir dənə divan qoymuşlar. Qəfəyi rəngində. Dedi, bax, bu divanı sizin üçün ayırmışam. Dedim, niyə? Mən istəyirəm ki, siz bizdə işləyəsiniz. Gələsiniz bizə. Qızım, sən mənim balamsan. Bax, qoca kişiyəm, ayaqlarım işləmir. Mən adamlar arasına çıxanda gücdən ayağımı dartıram ki, deməsinlər ki, Ədil İskəndərov ucu çolaqdır. Bəli. Mən yaşlı adamam, mən sənin gələcəyi fikirləşirəm. Bax, orada divan da qoymuşam sənin üçün. Dublyajı elə bizdə, daima işdə bizdə. Belə böyük ekranda, ayaqüstü işləyirsən də. Dublyajı elə, get o divanda dincəl. Mən o divanı sənin üçün saxlayıram. Köç gəl bizə, radio nədir? Bax, danışdın, televiziya nədir? Bax, puf, 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 əlinlə bir, puf, puf, fülədin göyə. O vaxtda qalmırdı. Hə. İndi qalır heç olmasa Hə, zaten. fülədlər göyə. Amma görürsən, lentlərdir buradadır, böyük kasetlər var, dəmir kasetlər. Gördün nə hündürlüyündədir? Bunlar 38-ci ildən qalma filmlərdir. Mən istəyirəm ki, sən də burada yaşayasan. Sənin də qocalığın bu filmlərin arasında olsun. Gəl bizdə işlə. Qoca kişiyəm, mən səndən nə istəyirəm? Ayaqlarım da işləmir, Allah and olsun. Mənim sənə sənətə heyfim gəlir, yazığım gəlir sənə. Hayıfsan. Qızım, hayıfsan. Bax, gənə də deyirəm sənə. Püf, püf, püf. Fülədin bir göyə sözləri getdin günün ekranında. O nədir? O sən... Ruh şad olsun deyə. Hə, Ədil İskəndərov. Nə verir o sənə həyatda? Heç nə verməyəcək. Amma burada yüksək pensiya verərəm sənə. Bəli. Qəşəng rollar eləyərsən. Tarixdir bu filmlər. Hamısı o kasetlərdə bir qalacaq. Dəmir kasetlərdə. Əslində çox doğru bir məsləhət vermişdi. Bir də mənə gəlir ki, biz unutmayaq ki, Ofeliya Mən xanım. ayrıla bilmərəm. Amma televiziyada öyrəşmiş. Hə, mən dedim, ora mənim doğma yerimdir. Mən oradan ayrıla bilmərəm. Bəli. Oranı mən uşağım kimi sevirəm. Balam kimi sevirəm. Mən necə ayrılım? Necə mən özümə şeyliyim, yığım, gəlin burada işləyim. Paralel işləmək də olmur, çətindir. Paralel iki yerdə işləmək. Paralel də işləmək mümkündür. Gedirdim zapisləri yorulurdum. Əlbəttə ki. Ofeliya xanım, istəyirəm qısa mücrüyə toxunaq. Mənə gəlir ki, mücrü filmi bir hər insan ona baxanda həyat bir yolu var. Yəni insan bütün qadın xeylağı, təsəlli, hər şeyini satır övladlarını oxutmaq üçün və o uşaqlar diplom və yaxşı işlərlə təzə o qızılları geri qaytarırlar. Düzdür. İbrətli bir film. Çox ibrətli filmdir. Kaş onu tez-tez Mən verir. onu hər dəfə yazanda fikirləşirdim ki, bu gələcək nəsillər üçün lazımdır. Bəli. O gələcək nəsillərə lazımdır. İbrət dərsidir o. Başdan axıra üçün ibrət dərsidir. Və orada göstərir ki, kasıb da oxuturur uşağını. Dövlətli də oxuturur. Amma uşağın sənin gələcəyin alimləridir, gələcəyin savadlılarıdır. Yetişir də. Var dövlət yığmaq lazımdır. Uşaqları bilgi yığmaq lazım. savadlandırmaq lazımdır. Çox sağ olun Ofeliya xanım. Minnətdarıq sizə. Dəyməz. Var olun. Dəyməz.